Çalışın həyatda qəlb qırıb könül sındırmayın. Çünki qırdığınız hər qəlbin ahı sizi tutacaqdır. Necə deyərlər, qəlb qırmaq 70 dəfə Kəbəni dağıtmaqdan günahdır. Çünki Kəbəni Həzrət Peyğəmbər inşa edib, ancaq qəlbi Allah. Ona görə kiminsə qəlbini qırıb ahını almayın. Hətta belə zarafatla. Çünki çox insanlar bir də görürsünüz ki, zarafatla nəsə kimləsə zarafat eləyir, o insanın xətrinə deyir. Hətta belə üzə vurmasa da, yəni qəlbində inciyir, küsür, belə deyərdim, bir ah çəkir. Bu ah da sizin belə deyərdim, həyatda yollarınızı bağlayır, uğursuzluğa düçar olursunuz, problemlər başınıza gəlir. Ona görə çalışın həyatda heç vaxt qəlb qırmayın. Biz hətta görmüşük ki, çox insanların qəlbini qıran adam, belə deyək də, çox problemlərlə üzləşir və həyatı darmadağın olur. Ona görə çalışın, qəlblər qırmayın ki, həyatınız darmadağın olmasın. Çünki qəlb qıran insanın, haqqa girən insanın həyatını Allah darmadağın eləyir. Hətta deyilənə görə Allah belə o qəlb qıranın, insanın belə deyək də, haqqına girənin işinə qarışmır. Yəni bütün günahlarını bağışlasa da, ancaq hansısa bir insan onun haqqını halal eləmirsə, buna Allah yəni qarışmır da, yəni onun o günahını bağışlamır. Əsas odur ki, insan onu bağışlaya, haqqını halal edə. Çünki Allah qul haqqına girişib onu bağışlamır. Ona görə əziz izləyicilər, çalışın, qəlb qırmayın. Vallah qırdığınız qəlbin ahı sizi tutacaqdır. Yəni bunu əminliklə deyirəm. Ona görə çalışın ki, insanların qəlbini oxşayın, qəlbini alın, yəni sevindirin. Vallah o sevindirən qəlblərin nəticəsində özünüz görəcəksiniz ki, Allah da sizin qəlbinizi necə sevindirir. Ancaq qırdıqca həyatınız pis olacaqdır, darmadağın olacaqdır. Çünki o insanın ahını alacaqsınız. Ah da bütün yolları bağlayır. Ona görə çalışın, qəlb qırmayın.